Dostlar, bu gün sizlərlə birlikdə Brookhaven'a və Roblox'a yeni başlayanlar üçün oyunu öyrətmək, ümumiyyətcə oyunu öyrətmək. Beləsinə, video məqsədi budur, amma siz də əvvəlcə oyuna yeni başlayanlar, köhnədən oynayanlar nə olar? Xahişim sizdən video bəyənib abunə olmağı unutmayın kanalımıza, kanalıma. Onu da seçək. Birinci başlayaq. Burada karakterinizi düzəltmək olar. Yəni, məsələn, burada bu qıraqdaşı düymələrdən evdə maşındır, burada çantadır. Onun üstündə bir dənə adam başı var, karandaş. Onun üstündəkinə, yox, hələ onu tıklayırıq. Karandaşla adam olana. Sonra məsəl üçün paltarı basırıq istədiyimizə. Biraz siz qurdaladıqsa başa düşəcəksiniz. Açılsa göstərəcəm sizlərə. Mən də burada sol altda paltarlarını göstərir. Məndə bunlardır. Açılmır. Neyse, buradan siz bunlara basandan sonra bunların altından paltardır, şöynəkdir, dəstdir, ayaqqabıdır, hər hansı şeylər gəlir. Oradan hətta altı elədikcə də gəlir davamı. Oradan istədiyiniz paltarı üstünə basıb seçə bilərsiniz. Yəni seçdikdən sonra üstünə basandan sonra sizin üstünüzdə olur həmin şey. Bu qədər idi. Maşını necə gətirmək olar? Məsələn, mən bu Porsche gətirmək istəyirəm. Bu Porsche. Məsələn, burada sağ ən altında ev hoppanmaq işarəsinin üstündə bir dənə ev var. Evin üstündə də maşın var. Maşına basırıq. Buradan istədiyiniz seçə bilərsiniz. Altdan yuxarıya deyəcək, gəlir davamı. Mən dəyişirəm hətta maşını. Neydə? Daha yaxşı. Neyse, bu belə idi. İndi ev necə çağırmaq olar? Buradan gəlir. Burada bu 6 nömrənin fərqi yoxdur onsuz da. Eyni evi seçmək olur. Burada tutaq ki, mən 6 nömrəyə bastım. Orada bələnsə göstərmədi də. Burada 6 evlər var, bu qədərdir. Bəzi evlər də var ki, bələnsə basırıq, olmur. Bu Roblox'la döyüşü. Mən də buradan çağırıram, bu evi çağırıram. Bələnsinə. Həmçinin bunun həyət evləri də var. Ərazi olduğu yerlər. Mən buradan mən gedim ələm. Gedim, burada da bir dənəsini göstərəcəm. O bina evidir. Buradakılar da həyət evi. Göstəri də bilməyəcəm. Çünki bir dənə evim var öcü mənim. Basırıq, tutaq ki, 18 nömrəyə bastıq. Orada bina evini necə almışdımsa, sağ tərəfdə evlər çıxır. Alt-alta da yədicə gəlir. Üstünə basıb like işarəsinə basırsınız, gəlir sizin eviniz. Tutaq ki, bir dənəsində yanlışlıqla, səhvliklə bastınız. Orada like'ın tərs forması. Pis like var. Ona basırsınız, gelir. Ya da birisini seçəndən sonra başqasını seçəndə o biri gedir, ən son seçdiyimiz gəlir. İş necə tapmaq olar? Mən gəlirəm burada. Bura polis məntəqəsində. Polis məntəqəsinə gəlirəm. Burada bəzi çox bir iş var. Burada
Bunlar götürmək olur. Çox bir iş yoxdur. Yanlış deyim. Bura buna basırıq. Artıq mən polisəm. Sonra işdən necə çıxmaq olar? İşte, burada yorum yazmaq yeri var. Burada yorum yazırıq. Məsələn, biri ilə söhbətləşəndə bəzisinə nəsə bir şey yazıb ata bilərsiniz. Bunu göstərmiş oldum. Burada da yorum işarəsi var. Onun yanında ev işarəsi ilə bir də o sizin işlədiyiniz iş. Görürsünüz, mən polis işləyirəm. Orada da polis işarəsi var. Qabağında da job yazılıb. Ona basırıq. Quit. Quit'ə bastıq. Yəni artıq mən bu işi işləmirəm. Bu həmçinin təkcə polis məntəqəsində keçərli deyil. Başqa işlər də var. Məsələn, McDonald'sda, marketdə, bir çox yerdə var. Marketdə göstərim. 2 dənə nümunə olaraq göstərirəm. Burada olmur deyəsən. Burada olmur. Ya da mən eləyəmirəm. Bələnsinə McDonald'sda olar məncə. Sonra nə var? Burada hərəkətlər var. Mən oyunun ən başında bir dənə rəqs eləmişdim, xatırlayırsınızsa. Buradan gəlirik. Bu mənim elədiyim rəqs dans 1 idi. Sonra altında dans 2 var. Bu bələnsinə rəqsdir. Bu belə. Yəni də burada 22 dənə rəqs var. Bir də hərəkətlər var. Mən özüm hard uzandım. Snake, aşağıdan yermək, crawl, iməkləmək. Bunu bilmədim, nədir? Hər bir arxadan polis tutuqlayıb, ya da ki, yaşlı xalalardır, babalarımızdır, bəzisinə əllərini arxaya qoyub gəzirlər. Onun kimi. Bu da mahnılı rəqs. Mahnılı rəqs saldı indi. Həm mahnı, həm rəqs eyni yerdə. Bu da bu qədər idi. Sonra bəzi şeylər də göstəreyim. Buradan hansı düyməyə bastığımı göstərmədim. Həm buna basmışdım. Təzədən o yeni burada başına karandaş işarəsi var. Yuxarıda. Sağ yuxarıda. Başına karandaş işarəsi bir yerdə. Ona basırıq. Buradan da altda avatar yox. Burada da 0.95 yazılır. Mənim boyum bu qədərdir. Bu maksimum 1 metrəcən yüksəltmək olur. Bəzisinə ən balacası da 50 santimdir. Mən 95 eləyirəm həmişə. Aralarında 5 santim fərq var. Görün bu olacaq mı? Hə, oldu. Buradan sizə bu ayaqlar dediyim kimi basırıq, ayaqqabıyadır, dəst geymədir, dəyişə bilirik. Hətta mən buradan bura açılmır artıq. Heç nə, bələnsinə qalsın, siz bilirsiniz. Üstünə basanda o sizin əyninizdə olur artıq. Sonra maşın çağırmağı dedik. Burada Kevin'da bəzi yerləri göstərəcəm sizlərə. Tanış olun. Bu təzə başlayanlarsınız. Yorumlara yazmayın ki, biz zaten hər şeyi bilirik. Niyə bələnsən video çəkirsən? Ya hərənsən şeylər yox. Burada McDonald'sdur. Yəni burgerdə McDonald's demək olmaz. Burada uçuş alanıdır bura. Bura otelli. Sonra axırda bir nəsə gizli yer də göstərəcəm. Bura Kevin Bank. Hətta gəzdikcə özünüz görəsiniz. Mən indi başlayayım gizli yerləri göstərməyə. Gəlirik. Mən ən birinci videomda. İzləyənlər bilir. Ən birinci videomda bəzi gizli yerləri göstərmişdim. Onlar zaten bilir buraları. Mənim göstərdiyimdən ya da başqalarının videolarından. Bura hoppanmağa ehtiyac da yoxdur heç. Atlamaq güzel. Mən göstərim hətta.
Brookhaven bankın qabağındakı bura yerlənəcəyin arxasındakı yer. Gəlirik, ən dibə gedirik. Burada üçüncüdə bir yer var. Giririk bura. Girməsəz də olar. Giririk deyəndə, yəni bura gizli keçiddir. Bura bankdır. Bayaqlar o havuzdaydık. Mən üçün indi giririk. Burada bir dənə də bəzi yer var. Bu bizim təpəmizdəki lamınskaya vururuq. Bura açılır belə. Buradan gəlirik. Bura əslində əvvəllər polislərin kamerası olub, amma sonradan buradan oğrular basıb və bundan olub. Bura Brookhaven bank. Bayaqlar buradaydıq hətta. Mənim maşınımı sürür kimsə. Bura şəhərin mərkəzidir. Nəysə, bura özünüz gəlib baxarsınız arada kameralara. İstəyən gəlib baxa bilər də, yəni. Sonra burada bir dənə gizli keçid var. Bura gəlsən yaxınlaşanda açılır ora. Bağlansın. Yaxınlaşanda açılır. Burada məktəbin qabağıdır. Hətta mən sizə göstərim sizlərə. Bayaqları oradaydıq. İndi isə burada. Məktəbdə bir dənə gizli yer, xəstəxanadan bir dənə gizli yer göstərim sizlərə. Tanış olun. Gizli yerlərdən sonra bitir artıq. Bəzi gizemlər də göstərəcəm. Dırmaşanmadım. Neyse ben sen sıxım. Olmur. Neyse. Buradan beləsinə bura gizli yerdir. Xəstəxananın üstüdür bura. Xəstəxananın əsl girişi burada olacaq. Burada. İşte gördüğünüz kimi orada da deşik var. Ora mən bayaqlar göstərdiyim yerdir. Sonra çox uzaqdakı gizli keçidlərə getmək istəmirəm. Oralar zaten yani ora birinci videoma baxsanız görəsiniz zaten. Beləsinə gəlirik. Burada keçdik metroya. Artıq biz altdayıq metroda yəni. Burada Downtown stasyonuna basırıq və gəlirik bu ən üçüncə. Bu açılmadı. Təzədən basırıq. Mən aça bilmədim. Bastım. Niyə olmadı? Yenmədim. Belə şey olmalı var. Axır keçə bildim. Burada o şəhərin mərkəzində olduğumuz yer var ya, bir də camaat da mənim üstümdə. Bura üçədir. İndi çıxanda göstərərəm. Çıxmaqsında bu yaşıl düyməyə basırıq, açılır öcə. Sonra bir də mən bayaqlar buradaydım. Hətta bu qızı da gördünüz. Sonra hara? Sinemaya gedək bir dənə. Sinema ilə benzin doldurma yanacaq doldurma məntəqəsi əvvəllər o yandaydı. İndi bu yana gəlib gözəlləməklə birlikdə. Orada da əşyalar var deyə. Oradan gəlirik. Giririk sinemaya. Girdim. Bu oturmuruq. Gizli keçid bura deyil zaten. Bura hamı bilir. Harada da yataq lazımdır bizə. Bizlərə.
Neyse açtım. Yatağı tap. Yatak yok, ben yeni başka bir şey. Buradan bu yatağı bənzinə qoyuruq. Çalışın başınız bir yana olsun. Burada gördüyünüz kimi gizli kesit var. Yok. Buradan da kesirik bu yana. Bu kadar burada gizli kesit. Sonra bir dənəsi də aklıma gəldi. Buradan kesin göstərəcəm. Vurdu mənim maşın. Son vaxtlar bu maşından çox alırlar. Trend olub bu maşın. Brookhaven'da. Buradan burayı aslında o yanacaq doldurma məntəqəsi ilə neydi? Sinema buradaydı əvvəllər, amma güncəlləmə vardı. Bunu da ilk dəfə görürəm, bəzi gördüm. Burada da bir dənə kesit var. Əslində bura indi bilinir. Çünki qarla örtülüb, burada kesit var. Ondan bilə bilərsiniz zaten, amma əvvəllər bilinmirdi. Mən də zaten əvvəldən bilirəm buranı. Gizli kesit bu kadar. Sonuncu olarak qutardı video. Sağ olun, özünüzə yaxşı baxın. İndi mən bu video paylaşmalıyam, montajını düzəltməliyəm, qapaq fotoğrafını düzəltməliyəm. Neyse, sağ olun, mən bunları tez paylaşacağım. Sabah da belə ola bilsin ki, Zənqas videosu gəldi. Söz verəm mənəm amma. Bye bye.